Məsələ 6. Bir zər 4 dəfə atılır. Xallar cəmi 6 olarsa, birinci atışda bir xalının düşməsi ehtimalını tapın. Həlli. Deməli, bir zər 4 dəfə atılır. Mümkün hallar sayını tapmaq üçün birinci belə ola bilər. Burada qeyd edirəm, birinci atış, ikinci atış, üçüncü atış, bu da dördüncü atış. Və xallar necə bölünə bilər? Burada birləri ola bilər. 1, 1, 2, 2. İkinci hal ola bilər. 1, 2, 1, 2. Üçüncü ola bilər birinci atışda. 1, 2, 1, 2, 1. Sonra ola bilər dördüncü atışda. 2, 2, 1, 1. Sonra ola bilər beşinci atışda. Beşinci hal olacaq. 1, 2, 2, 1. Altıncı hal olacaq. 2, 1, 1, 2. Və yedinci hal hansı ola bilər? 3 ilə əlaqədar. 1, 1, 1, 3. 8 ola bilər. 3, 1, 1, 1. 9 ola bilər. 1, 3, 1, 1. Sonra 10-cu hal ola bilər. 1, 1, 3, 1. Və cəmi mümkün hallar sayı gördüyünüz kimi 10 hal, yəni mümkün hallar sayı 10. Əlverişli hallar sayını tapaq. Birinci atışda bir halının düşməsi. Birinci atışa baxırıq. 1, 1, 2, 3, 4, 5, 6. Deməli, əlverişli hallar sayı oldu 6 dənə. 1, 2, 3, 4, 5, 6. Onda ehtimalın klassik tərifinə görə PA bərabərdir. Əlverişli hallar sayı bölək mümkün hallar sayı 0,6. Beləliklə, bir zəri 4 dəfə atdıqda xallar cəmi 6 olarsa, bir xalının düşməsi birinci atışda ehtimalı PA bərabərdir 0,6.